Professor Əsgər müəllim, aldığımız məlumata görə siz fransız dilində olan bir kitabı iki həmkarınızla birlikdə tərcümə etməsində iştirak etmisiniz. Və siz hətta o kitabın ön sözünə 20 səhifəlik ön söz yazmışsınız. Bu haqda nə deyə bilərsiniz? Çox sağ olun, çox sağ olun. Bəli, bu yaxınlarda iki həmkarımla birlikdə fransız arxeoloq olubdur, Baron Dubay. Onun kitabını fransız dilinə, Azərbaycan dilinə tərcümə etmişik. Dərbənddən Yelizavetpula qədər. Orada çox maraqlı faktlar var və kitabın 20 səhifədən də artıq belə ön sözünü mən yazmışam. Burada o qədər maraqlı belə faktlar var ki, bu faktların hamısı bir tarixdir. Ona görə də Baron Dubayın bu kitabı yeni tədqiqatlar üçün bir başlanğıcdır və onun əsasında gələcəkdə yeni dissertasiyalar yazmaq olar. Burada Dərbəndin tarixi barəsində verir və göstərir. Dərbənd Azərbaycanlıların şəhəridir. Sonra gəlir, o Dərbənddən Bakıya gəlir. Bakının haqqında geniş məlumatlar verir. Ondan sonra Gəncəyə gəlir. Gəncənin haqqında, Gəncənin tarixi haqqında, Gəncənin işğal olunması barəsində geniş məlumatlar verir. Burada mən bir şey demək qeyd etmək istəyirəm ki, Baron Dubay yazır ki, buranın əsas əhalisi Azərbaycan tatarlar və gürcülərdən ibarətdir. Deyir ki, gürcülər sakitliklə tabi olubdur ruslara. Ancaq bu tatarların hərəsi öz xanlığı olubdur və bu xanlıqlar öz müstəqilliyi uğrunda mübarizə apardılar. Və özdə əhalinin əksəriyyətini bu Cənubi Qafqazda tatarlar təşkil edirlər, yəni Azərbaycanlılar təşkil edirlər. Sonra deyir, elə bu mübarizə aparır, sonra deyir, bunlar bölündü 3 quberniya, bu tatarların yaşadığı yerlər. Bakı quberniyası, Gəncə quberniyası, İrəvan quberniyası. Yəni, sonra orada qeyd edir ki, ermənilər Rusların işğalından sonra bura gəldilər. Çox maraqlıdır. Bu zəngin faktlarla doludur və Baron Dubay 1901-ci ildə bu kitabı Parisə nəşr etdirib. Eyni zamanda Parisdə Arxeoloqlar Cəmiyyətinin iclası olur. O iclasda bu səyahət barəsində məlumat verir. Özdə o gələndə xüsusi nəzərdə tutmuş ki, bu gəlib Cənubi Qafqazda olsun və onun çıxışından o kitab